Hesabat dövründə qanunvericinin tələblərinə uyğun olaraq dövlət mülkiyyətində olan icarəyə verilmiş 11 qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. Bunun nəticəsində 59.300 manat məbləğində vəsait daxil olmuşdur. Eyni zamanda dövlət əmlakının hərraçlar vasitəsilə satışı qaydalarına uyğun olaraq dövlət mülkiyyətində olan 6 istifadəsiz qeyri-yaşayış sahəsi hərraçlar vasitəsilə satış həyata keçirilmiş və bu satışdan 19.250 manat məbləğində vəsait daxil olmuşdur. Müəssisələrin balansında limitdən artıq olmuş 15 nəqliyyat vasitəsi hərrac vasitəsilə özəlləşdirilmiş və bunun nəticəsində 61.730 manat məbləğində vəsait əldə olunmuşdur. Ümumiyyətlə, görülən işlər nəticəsində cari ilin ilk 5 ay ərzində xidmət tərəfindən 32 dövlət əmlakı özəlləşdirilib, 140.280 manat məbləğində vəsaitin daxil olması təmin olunub. 2026-cı ilin yanvar-may ayları ərzində dövlət qurumları tərəfindən təqdim olunmuş daşınmaz dövlət əmlakının qeydiyyat vərəqələrine əsasında 425 daşınmaz dövlət əmlakına dair məlumatlar milli avtomatlaşdırılmış əmlak sisteminə işlənilərək dövlət əmlakının registrinə daxil edilmişdir. Bununla da registrdə qeydiyyata alınmış, Muxtar Respublika ərazisində yerləşən daşınmaz dövlət əmlaklarının sayı 7325-ə çatdırılmışdır. Sözü gedən aylarda icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması, həmçinin dövlət əmlakının idarə edilməsini təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilib. Dövlət əmlakının icarəyə verilməsi istiqamətində 2026-cı ilin ötən dövr ərzində 68 dövlət əmlakı üzrə yeni icarə müqaviləsi bağlanmış, 87 yeni bağlanmış icarə müqavilələrinin müddəti uzadılmışdır. İcarə haqqı borclarının ödənilməsində nəzarətin gücləndirilməsi nəticəsində ötən dövr ərzində 186.492 manat icarə haqqı dövlət büdcəsinə köçürülmüşdür. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı ilə bilavasitə müsabiqələr və hərraçlar vasitəsilə icarəyə verilə bilər. Xidmət tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarə verilməsi istiqamətində 2026-cı ilin ötən dövr ərzində 31 yeni icarə müqaviləsi bağlanmış, 6 halda icarə müqaviləsinin müddəti uzadılmışdır. Ötən dövr ərzində dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən 170.500 manat icarə haqqı dövlət büdcəsinə köçürülmüşdür. Əldə olunan nəticələr bir daha göstərir ki, dövlət əmlakının şəffaf və səmərəli idarə olunması, istifadəsiz aktivlərin iqtisadi dövriyyəyə qaytarılması və özəlləşdirmə prosesinin ardıcıl şəkildə həyata keçirilməsi iqtisadi fəallığın artırılmasına və büdcə gəlirlərinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Hafiz Əliyeva, Tərlan İbrahimova, İlqar Məmmədov, NTV Xəbər.